Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 2025-ci il təzə time test toplusundan ümumi sınaq 3-dən 29-cu sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, qadında yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn və qametlərlə eyni cinsi xromosom daşıyan yönəldici cisimciklərin sayı 42-dir. Bu zaman əmələ gələn qametlərdə cəmi neçə autosom xromosom olar? Demək, əvvəlcə onu deyim ki, qadınlar sadəcə olaraq bir tip qamet əmələ gətirir. Yəni, bütün qamet və yönəldici cisimciklərin hamısı X xromosom, yəni X xromosom dəstinə malik olur. Əvvəlcə sadəcə olaraq bir hüceyrəni deyim. Bir hüceyrə meyozolla bölünür. 4 hüceyrə əmələ gəlir ki, bunun 3-ü yönəldici cisimcik, biri isə qamet olur. Demək, qamet X xromosom dəstinə malik olur. Digər yönəldici cisimciklər də X xromosom dəstinə malik olur. Və bu zaman qametdə autosom xromosomu 22-yə bərabər olur. Onda sadəcə olaraq tənasüb qura bilərik. 3 yönəldici cisimcik olduğu zaman qametdəki autosom xromosom sayı 22-yə bərabərdirsə, 42 yönəldici cisimcik olduqda isə X-a bərabər olur. X da bərabərdir 42 vuraq 22 bölək 3. Bu da olur 308. Yəni, doğru cavabımız olur A variantı.